Tamam, başlayabilirsiniz. Buyurun doktor. Tamam. Axşamınız xeyir, kollegalar, hər kəsi salamlayıram. Bugün danışacağımız, doktorun da qeyd elədiyi kimi danışacağımız mövzu hamiləlikdə hipertenziyadır. Aktual bir mövzudur, həm həssasdır, həm multidisiplinar yanaşma tələb edən bir mövzudur. Çünki normalda biz poliklinikdə gündəlik gördüyümüz pasientlərdən fərqli bir pasient qrupudur, populyasiyadır ki, bir qədər daha diqqətli olmamız lazımdır. Ümumiyyətlə hamiləlikdə nələr, yəni hansı fizioloji proseslər gedir, patofizioloji hadisələr var. Onları bilmək üçün ilk öncə bir giriş kimi bəhs edəcəm, sonra hipertenziyaya keçəcəyik. Ya. Buyurun doktor, eşidiriz sizi. Hə. Deməli, ürək damar sistemi hamiləliklərdə ölümün əsas səbəblərindən biridir. Ürək damar sistemi xəstəliklərinin ən çox yəni daha çox ölüm vermə riski olan bir xəstəlikdir. Hamiləliklə bağlı hamiləlikdə ürək damar ölümlərinin 68% qarşısını alına bilsə də, bu həm ana üçün, həm döl üçün ciddi ağırlaşma riskləri verir. Xüsusən anada baş verən ürək damar xəstəliyi, həmçinin övladlarına da ötürmə riski var. Ümumiyyətlə, bildiyimiz kimi ilk növbədə hamiləni dəyərləndirməmiz tək bir həkim, yəni bir kardioloq üzərində düşmür. Bir neçə, yəni həkimin konsiliumu, bir komanda şəklində olmalıdır. Avropa Kardioloji Cəmiyyətin 2025 rəhbər tövsiyələrində tövsiyə verir hamiləlik ürək komandasının yaradılmasıdır ki, bu hamiləlik ürək komandanın yaradılması konsepsiyası demək ürək damar sistemi olan qadınların hamiləliklərdən əvvəl, hamiləlik dönemi və sonrakı dövrdə idarə olunmasında əsas bir komponentdir. Hamiləlik risk dəyərləndirməsidir, hamiləliyin gedişatıdır, monitorinq aparılmasıdır, pasientlərin maarifləndirilməsi və psixoloji dəstək daxildir. Bu komandanın yanaşmasına ana və döl üçün əlverişli nəticələr verir bizə və həmçində ixtisaslaşmış xəstəxanalarda bu komanda hamiləlik ürək komandasının yaradılmasını tövsiyə edilir ciddi şəkildə. İlk növbədə biz nə edirik? İlk növbədə bu komandanın iş prinsipindən bir qədər bəhs edeyim. Bir hamilə bizə yanaşdığı zaman müayinəmizdə ilk olaraq bu hamilənin risk dəyərləndirməsi eləməliyik. Bu Ümumdünya Səhiyyə Təşkilatının dəyərləndirməsidir ki, modifiyə olmuş versiyasıdır. Bundan öncəkində birdən qeyd edilir. Bu ikinci modifiyə olunmuş təsnifatdır. Bu təsnifatdan da bir qədər sonra bəhs edəcəm. Müxtəlif ürək damar sistemi xəstəliklər və onların riskləri, hamiləliklərdə gedişatı bəhs edilir. Bundan öncə dəyərləndirdikdən sonra mütləq genetik konsultasiya olmalıdır. Əgər bir anamnezində ürək damar xəstəliyi varsa, irsi genetik varsa, mütləq dəyərləndirməlidir. Sinif 1C olaraq tövsiyə olunur. Həyat tərzi konsultasiyası olmalıdır. Reproduktiv texnologiya, yəni ürək damar xəstəliyi olan qadınlarda bir embrion köçürməsinə, yəni çox əkiz hamiləlik falan bunlar çox tövsiyə olunur. Bir embrion köçürməsi tövsiyə olunur. Dərman icmalı qeydiyyata alınmalıdır. Klinik optimizasiya olunmalıdır. Kontrasepsiya önəmlidir. Əgər bir ana çətin bir hamiləlik keçir və sonrakında növbəti hamiləliyi gətirə biləcəkmi, onu danışılmalıdır. Mütləq kontrasepsiya və kontrasepsiyada da mütləq progestin və levonorgestin spiralları nəzərdən keçirilməlidir. Bu cədvəllər ESC rəhbər tövsiyələrində var. Yəni müxtəlif ürək damar sistemi xəstəliklərindən yazılır və bu təsnif olunur. Deməli 1-dən 4-ə qədər təsnif olur. Getdikcə ağırlıq dərəcəsi. Yəni ürək damar Dünya Səhiyyə Təşkilatı əgər 4-dirsə, bu daha ciddi bir ürək damar sistemi xəstəlikdir. Bu xəstədə, bu pasientdə daha doğrusu hamiləlik artıq planlanması fikir düşünülməlidir. Əgər hamiləlik öncəsidirsə, bəzən belə pasientlərə hamiləlik indikasiyon olmur. Əgər hamiləlik varsa, bəzən hamiləlik sonlandırması belə düşünə bilir. Yəni bu bir mərkəzdə bir kardioloq ginekoloji bir hamiləlik olan bir mərkəzdə çalışırsa, bu stol üstü bir onun cədvəli olacaq ki, bir hamilə qadın ürək damar sistemi ilə xəstəliyinə olan bir hamilə qadına yaxınlaşdığı zaman bu təsnifatdan istifadə ilə ilkin olaraq hamilənin riski dəyərləndirilməlidir. Hamiləlik zamanı isə əgər xəstəlik müşahidə edildiksə, həmin xəstəliyin dəyərləndirməsidir, müalicəsi, təqibidir. Yəni burada da göstərilir müxtəlif ürək xəstəlikləri, konjenitaldır, qapaq xəstəlikləridir, hipertenziyadır, kardiomiopatiyadır, aritmiyadır və s. aort xəstəlikləridir. Bunlar nəzərdən keçib təqib olunmalıdır. Regular fetal dəyərləndirmə həmişə olmalıdır və planlı doğum tövsiyə olunmalıdır. Doğumun da planlanması vaxtı, metodu olmalıdır. Eyni zamanda yenə ana və fetal monitorinq aparılmalıdır, anesteziya, analgeziya
Bu haqda danışılmalıdır. Dərman müalicəsi, qanaxma kontrol altına alınmalıdır. Cihazlar idarə olunmalıdır. Bəzi hamilə qadınlar var. Hamiləlikdən öncə gənc yaşlarda kardiostimulyator implantı olur və o hamiləliyi idarə edən zaman həkim kardioloq onun kardiostimulyator nəzərə alıb əməliyyat sırasında hamiləlikdə onu idarə etməlidir. Postpartum dönəmi laktasiya dönəmidir ki, bəzi ürək damar sistemi xəstəliyi doğuşdan sonra artıq ananın xəstəliyi müalicəsi davam etdirir. Bu zaman bəzi südü kəsəcək dərmanlar verilir və bu laktasiya dönəmində buna nəzarət olunmalıdır. Yəni kontrasepsiyadır. Ananın ürək damar sistemi xəstəliyi müalicəsi davam etdirilməlidir. Uzun dönəm üçün, gələcək üçün də yəni planlanma getməlidir ki, yəni anada təkrarı hamiləliklər müəyyənləşdirilməlidir. Ana daim bir nəzarətdə olmalıdır. Qadın ürək klinikası anlayışı ortaya çıxır və risklər dəyiləndirilərək təqib olunmalı daimi. Doğum genəldə deməli doğumun vaginal və keysəriyyadır. Təbii yəni doğum yolumuz var. Rəhbər tövsiyədə vaginal doğumu üstün tutulur, amma xəstənin təbii ki pasiyenti dəyərləndirdikdən sonra və burada biraz qanaxma riskimiz, venöz tromboemboliya riskimiz az olur. Həmçinin ürək damar sistemi xəstəliklərində birincil olaraq vaginal doğum tövsiyə olunur. Əgər stabil ürək damar xəstəliyi olan qadın hamilə 39-cu həftəsindən əvvəl doğuşun rutin olaraq induksiyası tövsiyə edilmir. Yəni əgər stabil ürək damar sistemi xəstəliyidirsə. Yox, əgər anstabil bir xəstədirsə, onun bəzi zamanlamalar erkən çəkmək olur. Növbəti slaydlarda danışacağıq. Keysəriyyə nə vaxt daha çox düşünülür? Ağır ürək çatışmazlığıdır, obstruktiv gedən ürək xəstəliklərində ola bilər, antikoagulyant, vitamin K antagonisti qəbul edən hamilələrdə düşünə bilərik, kimi tövsiyə olunur. Bu cədvəldə də məhz həmin o hamilə ürək komandasında daxil olacaq həkimlər göstərilir. Yəni həm kardioloq, həm intensiv care, yəni reanimatoloq olmalıdır, genetik olmalı, radioloq və kardioloqlardan da ixtisaslaşmış, yəni qapaq xəstəlikləri üzrə müxtəlif, yəni xəstəlik, kardiomiopatiya, ürək çatışmazlığı, aritmiya, konjenital üzrə ixtisaslaşmış ayrı-ayrı həkimlər də daxil olmalıdır və yanaşı təbii ki, psixoloq bu komandaya da daxil olmalıdır. Yəni bunu nəzərimizdən keçirtməyək. Bu əslində ciddi, biraz üzərindən keçir, amma əslində ciddi bir məqamdır. Çünki bir hamilənin bəzi elə hamilələr elə bir dönəmdə bizə qarşımıza çıxırlar ki, onu əslində davam etdirməsi bir mənalı olaraq əslində əks göstərişdir, amma israrcı şəkildə məsələn davam etdirmək istəyir. Çünki heç bir riski gələcəyi nəzərə almır. Bəzən pasiyentlərimiz elə ola bilir və biz bu zaman tək bir kardioloq olaraq yanaşa bilmərik. Bizə mütləq yanımızda bir konsulum şəklində, yəni komanda şəklində o həkimlərimiz olmalıdır, xüsusən də psixoloq dəstəyi olmalıdır belə yanaşı xəstələrə. Hamiləliklərdə normal bir fizioloji dəyişikliklər baş verir. Təbii olaraq hamilə qadında döl bəhtindədir, müəyyən bir artmış funksiyalar olur, bəzi funksiyalarda azalma olur. Bunlar hansılardır? Nəzərdən keçirək. Deməli, hamiləlik ana və dölün artan metabolik tələblərini ödəmək üçün ürək damar sistemində dəyişikliklərə səbəb olur. Nə dəyişikliklərdir bunlar? 6-cı həftədən başlayaraq atım həcmi, yəni dövr edən qanın həcmi 50% civarında artır. Kardiyak output buna müvafiq olaraq kardiyak output artır, ürək vurğu sayı artır, 10-20 civarında artmış olur. Bura qədər normal hesab olunur. Əksinə buna cavab olaraq periferik damar müqaviməti azalmış olur. 20-50%-ə qədər azalmış olur. Arterial təzyiq ilk başlarda, ilk trimestrdə cədvəldən də görünür. Yəqin görə bilirsiniz, ilk trimestrlərdə azalır və tədricən artmağa başlayır. Fibrinolis azalır, venaz dönüş azalır, xüsusilə böyümüş uterus aşağı boş venanı aorta təzyiq etdiyi üçün venoz dönüşlər azalır. Fibrinoz azaldığı üçün tromboembolik hadisələrə meyilli artır. Adətən bunlar 6-cı həftədən sonra başlayır. Hamiləlik, məsələn, təzyiq 6-cı həftədən başlayır, mütəmadi başlayır müəyyən miqdarda 8-10 mm civarında artmağa başlayır. Sonra isə doğuşdan sonra 6 həftə postpartum dövründə düşür. Hamiləlik dövründə ürək daxilində gərilmə, təbii ki, yüklənmə var, hormonal dəyişiklik və buna müvafiq olaraq bəzi aritmiyalar ola bilir. Ürək damar sistemi xəstəliyi olanlar bəzən tolerə eləməyə bilirlər. Bəzi də xüsusən də aort seksiyası baxımından bura biraz spontan aort seksiyələr deyirlər, riskli ola bilirlər. Tromboembolik riskləri də az öncə dediyim kimi hiperkoagulyasiya vəziyyətinə görə artmış ola bilir. Qan təzyiqi hamiləliklərdə 20-ci həftədən doğuşa qədər sistolik və diastolik təzyiqlərdə 8-10 civarında tədricən yüksəlmə
gedir. Bu normal bir haldır. Məsələn, aşağı riskli qadınlardan ibarət bir beynəlxalq kohort çalışmasında bir çalışma aparılıb ki, həmin çalışmada qan təzyiqi ikinci trimestrdə 113-ün 69-a olmuşsa, 40-cı həftələrdə bu bir qədər yüksək 121-78. Bu civarda bizə nümunələr verilmişdi ki, yəni bu civarda artmalar ola bilir. Qan təzyiqinin düşməsi əsasən damar müqavimətinin azalması ilə bağlıdır. Bu da qanda bəzi hormonlar, məsələn, progesterin, relaksin vasitəsilə olan alınına bilir. Relaksin də sarı cisimdə daha çox plasenta tərəfindən istehsal olunan bir hormondur. Angiotenzin 2-yə qarşı pressor cavab verir. Bundan başqa güclü vazodilatator olan BNP, anti-pro-BNP birinci trimestrdə yüksək konsentrasiyada olur. Bu da təbii ki, fizioloji olaraq həcm genişlənməsinə, ürək daxilində fiziolojik olaraq dəyişikliklərə səbəb olur. İndi bu növbəti slaydda deyəcəm. Bu həmin təzyiqin qrafik olaraq təsviridir. Burada təzyiq enir, sonra 20-ci həftədən başlayaraq təzyiqin yüksəlməsidir. Damar müqavimətində isə əksinə. Dəyərləndirmə necə olur? Bir hamilənin dəyərləndirməsi təbii ki, ilk olaraq anamnezdə dəyərləndirmə aparılmalıdır. Anamnez çox önəmlidir. Xüsusən bizim yəni ölkəmizdə də və dünya təcrübəsində də olur. Bizim ölkəmizdə amma çox rast gəlinir. Bəlkə son dövrlər artıq ginekoloqlarımızın da sıx bir qədər daha diqqətli olması və həkim konsultasiyalara yönləndirməsi önəmlidir. Məsələn, kiçicik bir haşiyə çıxan bir rezidentura dönəmində bir pasiyent görmüşdüm. Üçüncü hamiləlikdir və qadında anadan gəlmə qulaqçılar çəpər defekti var idi. Lakin bu iki hamiləni də çox normal keçirdib ki, ola bilir elə normal keçirdirlər defektlərlə. Amma bilmirəm, üçüncü hamiləyə hazırlaşan anda artıq biraz ara da verdiyinə görə artıq izinmegir formalaşmışdı. O ana təəssüf ki, ana ölümü olmuşdu. Yəni bunu sözümü nə üçün deyirəm ki, yəni anamnez çox önəmlidir. Ki bir xəstədən bunu dinləmək, xəstəni yoxlamaq, yəni çox önəmlidir. Fizikal müayinəsi, xəstəni sadəcə auskultasiya etmək, o küyü eşitmək bizə bəs edərdi bir kardioloqa məsələn yönləndirmək. EKG, exo müayinələri olmalıdır. Ehtiyac olduğu halda transfagial exo müayinəsi olur. Bəzi hallarda da təbii ki, rentgen ola bilər. Bu zaman dozlar ayarlanır, radiasiyon dozları ayarlanmalıdır. Kompüter tomoqrafiya nadir hallara çox ağır məsələn, pulmonar emboliya şübhəsi varsa, təbii ki, onda ola bilər. MRT ilk trimestrdə olmaz, əgər olacaqsa da qadağansız olmalıdır. Bir də laktasiya dönəmində əgər MRT olunacaqsa xəstə, o da 24 saatdan sonra, yəni əmzəmədə 24 saat sonra olmalıdır. EKG exoda nə dəyişikliklər baş verir? Məsələn, EKG-də ürəyin elektron sola meyli görə bilərik, STT dəyişiklikləri görə bilərik, ST depressiyası görə bilərik, konkav ST elevasiyaları görə bilərik, Q dalğası 3-cü aparmada çox görürük. Bu normal sayılır bir yəni patolojik deyil. T inversiyası bu da çox rast gəlinir. 3-cü aparmalarda ön döş aparması V1, V2, V3-də negativ T-lər şəklində görə bilərik. Son mərcə hipertrofiyası və sinus taxikardiyasını biz EKG olaraq görə bilərik. Exoda gördüyümüz, az öncə dediyim artmış BNP səviyyələrinə görə ürək daxilində boşluqlarda genişlənmə, həcm yüklənməsi ola bilər. Hiperkinez ola bilər, sol mədəciyin hiperkinezi ola bilər, sol qulaqçı və sağ boşluqlarda dilatasiya, pulmonar trikuspid, mitral qapaq anüsün dilatasiyasını görə bilərik. Funksional pulmonar trikuspid və mitral çatışmazlığı və təbii ki, biraz da minimal da perikardial effuziya görə bilərik. Səbəbi bilinməyən və yeni yaranmış ürək damar əlamətləri və simptomları olan hər bir hamilə qadında transtoraksik ekokardioqrafi görüntüləmədə ilkin seçim olaraq tövsiyə edilir sinif bircə olaraq. Hamiləlik zamanı rast gəlinən normal simptomlar. Bunlar nədir? Azalmış fiziki hərəkət. Təbii ki, anada, yəni zamanla hamiləliyin sürəsi artdıqca bu olacaq. Görülən bir simptomdur. Yorğunluq, tənginəfəslik, ürək döyünmə. Burada bir diqqətinizi çəkmək istəyirəm. Yəni bu simptomlar normalda yəni hamilədə biz görürük, amma ürək çatışmazlığı, ürək problemləri olanlarda da biz bunu görə bilirik. Biz necə biləcəyik ki, bu hamilədə hansısa bir patologiyadır, nədir? Bu nə zaman bizim diqqətimizi çəkəcək? Xəstədə kəskin artmış şikayətlər olacaq. Birdən normal idim, olurdu təngənəfəslik, amma kəskin bir təngənəfəslik heç belə müşahidə eləməmişdim və yaxud da hamilənin daha biraz qısa, məsələn, orta trimestrdə, ikinci trimestrində daha çox qabarırsa, biz burada düşünə bilərik kardiak bir patologiya, məsələn, postpartum KMP düşünə bilərik, peripartum KMP düşünə bilərik və yaxud da altda yatan bir kardiak patologiyası var, hamilənin sadəcə bilmir. Bu çox önəmlidir, yəni buna diqqət eləməmiz.
yenə bir haşiyə çıxacağım. Bir pasiyentim vardı. Özü hətta qeyd edirdi. Peripartum kamepedin o haqqda danışacağım. Biraz klinik adı çəkiləcək. O xəstə özü dedi ki, mənim doktor panik atakım var, amma bu panik atağın təngi nəfəsliyi deyil. Yəni o qədər aşırı olur bu simptomlar. Əslində diqqət yetirsək, əslində xəstə özü bizə deyir bunu. Yəni özü dedi ki, yəni çünki panik ataq elə bir haldır ki, qısa bir hansısa bir belə deyək, əlamət elə təngi nəfəsi ilə çox vaxt cavab verir, amma bu xəstə özü dedi ki, mən belə bir təngi nəfəsliyim heç vaxt olmur. Bu artıq bizdə bir diqqət yetirməliyik ki, bu xəstədə altda yatan bir kardiak patologiya ola bilər. Hamiləlik hipertenziyası. Əsas daha çox kardiovaskular xəstəliklərdən təəssüf ki, rast gəlinən xəstəlikdir. İkinci ən çox yayılmış tibbi ağırlaşmadır. Ana və döl üçün ölümün əsas səbəblərindən biridir. Son illərdə doğuşda daha çox yaşlı təbəqənin olması, piyələnmə, bunlar da müşahidə edilən, bunları da görə bilirik. Analıq hisslərində plasentanın qopması, insult, çoxsaylı orqan çatışmazlığı, yayılmış damar daxili laxtalanma, yəni bunları biz görə bilərik. Hamiləlik hipertenziv pozuntuları həmçinin ürək damar xəstəliklərinin yaranma riskini də artırır. Bir anada əgər hipertenziv xəstəlik varsa, digər xəstəliklərə də səbəb ola bilir. Normalda dediyimiz kimi fizioloji olaraq yüksəlmə baş verə bilər, lakin normadan artıq olur. İndi onları izah edəcəyik. Onlar baş verdiyi zaman bu zaman preeklamsiya, gestasion hipertoniya bunları biz ağlımıza tutmalıyıq. Mütləq hamilə hipertenziyanın diaqnostikası effektiv idarə olunmalıdır. Çünki yanaşı orqan zədəsi ağır bir patologiyadır. Onlar geri dönməz dəyişikliklər verir. Ona görə diqqətli olmaq lazımdır. Dölün inkişafdan qalmasına, ölü doğuma qədər gətirib çıxara bilən bir durumdur. Hamilə hipertensiyası biz nə zaman deyirik? Sistolik qan təzyiqi 140 və üzəri, diastolik qan təzyiqi 90 və üzəri olduğu zaman biz deyirik. Bunun çoxu diaqnozu həkim qəbulunda xəstəxana şəraitində ölçərək yəni bunu eləməliyik. Ağır hipertenziyalarda da 15 dəqiqəlik fasilə ilə xəstəni təkrar ölçərək elə diaqnoz qoyuruq, dəqiqləşdiririk. Təsnifatına gəldikdə deməli, təsnimat mövcud xronik hipertoniya. Bu, hamiləlikdən öncə xəstənin özünün hipertenziyasının olmasıdır. Hamiləlikdən öncə olur və 20-ci həftələrdən başlayaraq artmağa başlayır və doğuşdan sonra postpartum dönəmində də 6 həftədən çox davam edir. Bu bildiyimiz yəni hipertenziyadır. Birincili ya ikincili, axalat hipertenziyası ola bilər, maskalanmış hipertenziya ola bilər. Yəni o artıq sonradan araşdırılır. Yəni bu mövcud xronik hipertenziyadır. Bir də istasional hipertenziya var ki, bu hamiləlik dönəmində çıxır. Hamilənin 20-ci həftəsindən başlayır. Postpartum 6 həftə sonra isə keçib gedir. Bəzən tranzit istasion hipertoniya deyirik. Bu saatlıq, gün ərzində təzyiq yüksəlməsi olur və sonra geri görür də daha təzyiq yüksəlməsi müşahidə eləmirik. Buna tranzito deyirik. Bir də əsas preeklamsiya bu hamiləlik də gestasional hipertenziyadır. Sadəcə hamilənin 20-ci həftəsindən başlayır. Yanaşı proteinuriyası olur və digər orqanla yanaşı orqan zədələnməsi tablosu olan bir vəziyyətdir. Burada həm böyrək, qaraciyər zədələnməsini, Hib sindromuna qədər gedib çıxa bilir. 24 saatlıq sidik nümunəsində albumin ifrazının 0,3-dən çox olması, albumin kreatin nisbətinin 30-dan yüksək olması, adətən bununla biz diaqnoz qoyuruq. Növbəti təzyiq təsnifatımızda əvvəllər mövcud olan və qoşulmuş preeklamsiyadır. Bu təbii adına göründüyü kimi hamilənin əvvəldən təzyiqi olur. Hamiləlik dönəmində də preeklamsiya yaranır. Bir də doğuşdan əvvəl təsnif olunmayan hipertenziyadır ki, bəzən hamilənin 20-ci həftəsindən sonra əgər biz təzyiq qeydə alırsa, doğuş olur. Doğuşdan sonra da təqib eləməliyik. Əgər bu keçirsə, bu gestasional, keçmirsə artıq bu hamiləlik, yəni xronik hipertenziya kimi təsnif olunmalıdır. Preeklamsiya deməli hamilənin 20-ci həftəsində dediyimiz kimi başlayan klinik laborator dəyişikliklərlə ağırlaşan gestasion bir hipertoniyadır. Preeklamsiya hamilə qadında ən ağır, yəni qorxduğumuz qıcolma və koma ilə xarakterizə olunan bir vəziyyətdir. Hemoliz, trombositopeniya, transaminazların yüksəlməsilə müşahidə olunan Hib sindromu ən ağır bir vəziyyətimizdir. Bu vəziyyəti yarada bilən bir patologiyadır. Kəskin börək zədələnməsi verə bilər. Qaraciyər, az öncə dediyimiz qaraciyər enzimlərin artmasıdır ki, saq qabıq altından hətta ağrı ilə özünü göstərə bilər. Nevroloji ağırlaşmalardır, hematoloji ağırlaşmalar, bundan danışdıq.
Preeklamsiyanın risk faktorları nələrdir? Yüksək risk faktorları var və orta risk faktorları var. Bunu bilmemiz önəmlidir. Çünki e, xəstənin dəyərləndirməsində xəstənin doğum hansı vaginalmı, sezaryenlə olmasını bilməmizdə çox bu risk faktorları birinci önəm daşıyır. Və hansılardır? Yüksək risk faktorları öncəki hamiləlikdə hipertansiyon xəstəliyinin, o hipertansiyon vəziyyətinin olması, xroniki arterial hipertoniyanın olması, xroniki böyrək çatışmazlığının olması, birinci və ikinci tip şəkərli diabet, autoimmun xəstəliklər, yəni lupus, antifosfolipid sindrom, süni maylama vasitəsilə əldə olunmuş hamiləlik. Bunlar hamısı yüksək risk faktorları. Bunun biri olması preeklamsiya üçün fon yaradır və böyük risk faktorudur. Orta risk faktorları ilk hamiləlik olması. Gec yaş hamiləlik, yəni 40 yaş üzəri, 40 və 40 yaş üzəri hamiləlik olması, 10 ildən çox fasiləli bir hamilənin olması, bədən kütlə indeksinin 35 üzəri olması, ailədə preeklamsiya anamnezinin olması və çox döllü hamiləlik. Diaqnostikada nə edəcəyik, nələrə diqqət edəcəyik? Mütləq, yəni əgər bir hamilə qadında yüksək qan təzyiqi aşkar edilirsə, mütləq təzyiq monitorinqi aparılmalıdır. 24 saatlıq təzyiq holter müayinəsi olmalıdır. Xəstə qan təzyiqi ölçərkən normal sakitdir. Normal necə təzyiq ölçülürsə o şəraitdə sol böyrü üstə xüsusən uzadılmalıdır. Yanaşı olan laborator analizlərdə mütləq hemoqram, kreatin, sidik ümumi analizi, qaraciyər enzimləri, urik asid, bunlar yanaşı olaraq mütləq yoxlanılmalı rutin monitorinqlərdə, ultrasəs müayinələri olmalıdır, renal, böyrək üstü vəz müayinələri olmalıdır. 20-ci həftədən sonra uterin arterial dopleri olmalıdır. Bu cədvəllərdə xəstələrin həmin təzyiqli yüksək hamilələrin təqibləri göstərilmişdir. Burada da deyir, məsələn, xəstə 140-159 arasıdırsa, yəni bunu rutinləşdirmə, diqqətə nəzərə al deyir. 160 üzəridirsə, artıq hospitalizasiya göstərişli 0-1 indikasiyon olaraq. Sonradan xəstədə proteinuriya varmı, yanaşı orqanın xəsarı varmı, ona diqqət edilməlidir. O olmasa belə yenə də hədəf olaraq 140 altına düşürməlidir təzyiq. Yox, preeklamsiya varsa, təbii ki, artıq müalicə başlanıb, hospitalizasiyon şəraitdə regular monitorinq olmalıdır. Bu xəstədə də bu cədvəldə də bunlar bildirilir. Məsələn, monitorinq necə aparmalıdır? Əgər 140-160 arasıdırsa, həftədə 1-2 dəfə, yox 160 üzəridirsə, hər gün və hər dəfə 15-30 dəqiqədən bir monitorinqlə aparılmalıdır. Proteinuriya təqibi aşağı xəstələrdə, yəni 140-160-larda həftədə 1-2 dəfədirsə, 160 üzəri hər gün proteinuriya təqibi aparmalıdır. Təbii ki, o xəstəxana şəraitində olur, təqiblər aparılır. Yəni müalicəsində non-formal farmakoloji müalicə nədir? Zərər vərdişlərinə təbii ki, uzaq qalma hamilələr var, elə hamilələr ki, zərər vərdişlərindən istifadə edir, mütləq şəkildə uzaq qalınmalıdır. Siqaret, alkoqol istifadəsi, energetik içki bu şəkildə uzaq qalmalıdır. Kalsium əlavəsi var. Bəzən kalsium aşağı olanda preeklamsiya olması ehtimalı olan bilgilər var. Onun kalsium əlavə oluna bilər. Farmakoloji olaraq bizim istifadə edəcəyimiz dərmanlardan beta blokatorlardır. Beta blokatorlardan labetalol, betaprololdur, metil dolfadır, kalsium antikonvenslərdən hidrodipin qrupudakı nifedipin onu istifadə edə bilər. Hidrolazin təcili hallarda ən çox maqnezium sulfat hipertenziv vəziyyətlərdə ondan istifadə olunur. Metil dolfa hamiləlik zamanı ən təhlükəsiz dərmanlardan biri sayılsa da, bəzən və mərkəzi təsir olduğuna görə zaxılı depressiyası tetikini verə bilər, təhlükəsini yarada bilər. O zaman doğuşdan ilk 48 saat, doğuşdan sonra ilk 48 saat ərzində dayandırmağa tövsiyə olunur. Digər qrup kalsium antagonist beta blokatora keçirməsi tövsiyə edilir. AÇP inhibitor, ARBD mineralokortikoidlər təbii ki, olmaz. Dövlət teratogen təsir göstərdiyinə görə damar daxili həcmin azalması, ultraprosental perfuziyanın azalması, bununla da dölə mənfi təsir göstərdiyinə görə diuretiklər tövsiyə olunmur. Bir də preeklamsiyada əgər ən azı bir yüksək risk faktoru və 2 orta risk faktoru varsa, 12-ci həftədən başlayaraq 36-37-ci həftəsinə qədər gündəlik 75-150 mq aspirin verilməsi tövsiyə olur travmatik hadisələri öngörməmiz üçün, amma doğuşa yaxın isə aspirin kəsilir qanaxma kontrolu olmaz, qanaxma kontrolu yəni fesadları olmaması üçün.
Bunlardan bəhs elədik. Ağır əlamətlərlə müşahidə olan preeklamsiyalarda yanaşı olan dəyişikliklərdir ki, hansı ki, onlar da erkən doğuşa səbəb ola bilər. Bu zaman maqnezium sulfat infuziyasına idarə olunacaq. Yəni artıq beyin əlamətləri də varsa, maqnezium sulfat infuziyası verəcək. Sadəcə maqnezium sulfat infuziyası zamanı onun toksikliyini diqqət eləməliyik. Çünki o çox yəni infuziya artıq olduqda EKG-də dəyişikliklər blokadalara qədər gətirir. Yəni PRN uzanması, kütle uzanmasına, mədəci daxil keçicin uzanmasına, blokadalara gətirib çıxara bilir. Məsələn, propaganda səviyyəsi 6-10 millimola çatanda artıq dayandırmalı. Çünki toksiklikdir və daha zərərli təsirləri neqativ təsirlər göstərəcək. Əvəzinə kalsiqlikonat artıq köçürəcək. 25 SC 25 tövsiyələrində nə deyilir? Hamilə qadınlarda sistolik təzyiqin 140-dan aşağı tutulması, diastolikin də 90-dan aşağı tutulması sinif 1B olaraq tövsiyə olunur. Hamilə qadın 160-ın və sistolik qan təzyiqinin 160, diastolikin 100 onun üzərində tutulması artıq varsa xəstəxana şəraitində tövsiyə olunmalıdır. Aspirini az öncə dedik, yəni aspirin tövsiyəsi olunmalıdır. Əgər sistolik qan təzyiqi 140 və diastolik 90 üzərindədirsə, dərman müalicəsinə başlanmasıdır. Sinif 1 olaraq bunun haqqında belə danışdıq. Bu ECG-nin rəhbər tövsiyələrində bunu bəhs edir. Metildofada müalicə sinif 1 olaraq dərman qrupudur. Beta blokatorlar, dihidrobiridin kalsium kanal blokatorlar, onlar sinif 1 C qrupuna aiddir, tövsiyə olunurlar. Ağır hipertoniyada qan təzyiqinin kəskin şəkildə aşağı salınması üçün benadaxil labetalol, rapidin, nikardipin, qısa təsirli nifedipin, metildofa dərman müalicəsi təyin olunur və hidralazin də ikinci seçim olaraq biz təyin edə bilərik. Ağciyər ödemi geniş yaranarsa xəstədə nitrogliserin benadaxil infuziyası verə bilərik. Sinif 1 olaraq tövsiyə olunur. Ağır simptomları olmayan preeklamsiya olan qadınlarda doğuşun 37-ci həftəsində, yəni doğuş 37-ci həftəyə qədər hamiləlik aparıla bilər və 37-ci həftə doğuş ola bilər. Hemostatik pozğunluqlar kimi mənfi əlamətlərlə əlaqəli preeklamsiya olan qadınlarda doğuşu sürətləndirmək tövsiyə olunur. Sinif 1. Gestasiya hipertenziyası, yəni gestasyon hipertenziyası olan qadınlarda, yəni preeklamsiya deyil, sadəcə hamiləlik hipertenziyası varsa, bu qadınlar 39-cu həftəyə qədər aparıla bilər. Sonra xalat maskalı hipertoniya istisna eləmək üçün qan təzyiqi monitorinqi tövsiyə olunur. Bunları dedik. Dərmanlar labetalol 100 mg gündə 2 dəfə, metoprolol 100 mg gündə 2 dəfə, metildopa 250 mg gündə 2-3 dəfə, nifedipin 5-10 mg, əgər təzyiq 160-dan yuxarıdırsa 10 mg tövsiyə olunur ECG-də. Doğum əsas məsələ bu xəstələrin doğum, yəni vaginalmı, keysəriyyə olmasımı, nə zaman olması tövsiyə olunur. Böyük Britaniyada bir randomizə çalışmalar aparılıb. Həmin çalışmada preeklamsiyası olan xəstələrdə, yüksək riskli preeklamsiyası olan xəstələrdə 34-37-ci həftə, deyək ki, preeklamsiyası var, xəstə 34 həftəyə qədər gəlib çıxıb. Biz onu aşkarladıqsa ilk 48 saat ərzində doğuş baş verməlidir, yəni doğuşu yetirməli yerinə. Əgər yəni yüksək riskli bir preeklamsiya xəstəsi deyilsə, o zaman 39-cu həftəyə qədər və yaxşı idarə olunan hipertenziyası varsa xəstənin 39-cu həftəyə qədər biz xəstəni gətirə bilərik. Ondan sonra doğuşu icra edə bilərik. Mütləq doğuş induksiyası nəzərdən keçirilirsə, dölün fasiləsiz monitorinqini tələb eləməliyik. Və təbii ki, ağır preeklamsiyası olan xəstələrdə epidural, spinal anesteziya xəstənin həm ağrısını azaldıb, həm də təzyiqləri normallaşdıra bilər və bu kömək edə bilər xəstələrə. Bir klinik halı paylaşmaq istəyirəm sizlə. Deməli, 32 yaşında qadın xəstədir, 34 həftəlik hamiləlikdir, anamnezində süni mayalanması, əkiz hamiləlikdir, 10 ildən çox fasiləli bir hamiləlik var, bədən kütlə indeksi 15-in üzərindədir və anamnezdə hipofiz adenoması var. Xəstə belə deyək, gec hamiləlik olan bir xəstədir, yəni yaxşı bir qədər var. Xəstə klinikamıza yanaşır, təzyiqləri yüksəkdir, 150-lərin 85-ə, dəngə nəfəsliyi, prinsipial ödəm, həmin o xəstədir. O xəstə deyirdi ki, mən panik atağım var, amma
belə təngə nəfəsli heç vaxt görməmişəm. 34 həftəndə bunları müşahidə edir özündə. Fizik müayinəsində akciğerlərdə yüklüdür, orta paylarda yaş xırıltıları var. EKG-də sinus ritmi, ürək vurğu sayı 90-dır. Exoda sol mədə üçün atom fraksiyası 40-a qədər enib. Qlobal hipokinez gördüyü, mitral çatışması orta dərəcədə, trikuspid yüngül orta gördüyü və SPAP 45-lərdədir. Laborator analizlərdən də enti-proBNP 12.000 idi, kreatin 1.2, hemoqlobin bir qədər aşağı idi. Sidik ümumi analizində zula aşkarladı, sutkalıq sidikdə də zulanın miqdarı artmışdı və ara sıra görmə bulanıqlığı və ara bir baş ağrıları olurdu xəstədə. Bu xəstə təbii ki, hospitalizasiya bir nömrəli göstərişi var bu xəstənin. İlk növbədə peripartum KMP. Qısaca o haqda deyim ki, bu hamilənin sonlarına yaxın və hamiləlikdən sonra, doğuşdan sonra yaranan ürək çatışmazlığıdır. Artmış prolaktin hesabına, yəni hormonal dəyişikliklərə bağlı ola bilir. Bu xəstədə risk faktoru var, çünki anamnezdə hipofiz adenoması var. Həmçində gec hamiləlikdir, süni maylanma olub, bunlar hamısı özlüyündə peripartum KMP-yə göstəriş olur. Həmçində preeklamsiya yaranması üçün də bu xəstədə risk faktorları var. Nədir? Süni maylanmadır və məsələn bir böyük risk faktoru var. Az öncə orada preeklamsiyanın risklərində qeyd eləmişdim. Süni maylanma yüksək risk faktoru sayılır. 10 ildən çox da hamiləlik var. Bu xəstədə bu orta riskə girir və bir də bədən kütlə indeksi 35-dir. Yəni 2 orta riski var, bir yüksək preeklamsiya riski var. Yəni bu xəstənin preeklamsiya olması da yəni gözlənilən bir haldır və bu xəstəyə təbii ki, hospitalizasiya biz tövsiyə elədik. Peripartum KMP diaqnozu preeklamsiya qoyuldu. Xəstə ürək çatışmazlığı təbii ki, dərmanlar sınırlı, çox biz dərman verə bilmirdik. Antihipertensiv müalicə başladı. Təzyiqlər sadəcə 150-145-lərdə də çox yüksək deyildi. Labetalol və nitroinfuziyası başladı. Xəstə bir qədər təngə nəfəsliyi azaldı, sidik çıxışları adekvat sidik çıxış verməyə başladı. Artıq 34-cü həftənin biz 1-2 gün nəzarətdən sonra xəstəyə biz 34-cü həftəsində də zaten 48 saatı keçmədən hamiləlik sonlandırması qərarı verdi və keysəriyyə əməliyyatı olundu. Doğuşdan sonra xəstəyə bromokriptin təyin olundu ki, laktasiya kəsilsin. Bu dopamin qrupuna olan dərmandakı dəyişili kəsilir süd demək ki, çünki xəstə davam etməlidir müalicəsinə. Ürək çatışmazlığı müalicəsi davam eləməlidir şikayətləri, çünki davam edir. Həm də antihipertensiv müalicə davam olundu. Doğuşdan sonra kardiak MRT də icra olundu xəstədə. Atom fraksiyası 40%, ekstraselular volümdə artış qeyd edilmişdi. Sonra xəstə uzun müddət stasionarda müalicə aldı. Müalicə müddətində şikayət azaldı. Exo təqiblərində EF-ləri 45-ə, mitral çatışmazlıq yelaq gerilədi, orta dərəcədə idi. Gerilədi, proBNP 5000-lərə qədər qaldı. Xəstə artıq bir ildən çox təqibimdədir. EFS normallaşıb, kardiak MR-ını da eləmişik. Yəni xəstə rahatdır. Yəni buradan çıxaracağım belə deyək də mesaj olaraq ötürməyimiz risk faktorları çox önəmlidir bir xəstədə. Onları nəzərdən keçirdiyimizdə daha bizə rahat olur və xəstə bu tip xəstələr gözdən qaçmamalıdır. Əslində bizim bilmirəm, boşlanır ginekoloqlarımız varsa, onlara da bir mesaj kimi olar ki, çünki son dövrlər mən xatırlayıram, rezidentur ərəfəsində mən orada çalışdığım müəssisədə var idi ginekoloji şöbə, çox kardioloq konsultasiyası olunmurdu. Halbuki o qədər gözdən qaçan xəstəliklər var. Ona görə bu belə bizə bir mesaj olsun. Nəticədə yenə də risk dəyərləndirməsindən nəticə olaraq son olaraq demək istəyirəm, risk dəyərləndirməsi mütləq önəmlidir. Cədvəl, ümumi səhiyyə təşkilatının cədvəli var, modifikasiya olmuş. Ona mütləq baxmalıyıq, onunla işləməliyik. Əgər bir hamilə dəyərləndirəcəksə, müayinə edəcəksə və hamiləni dəyərləndirir, sonra təqib önəmlidir. Ətraflı əlçatan diaqnostik müayinələr etməliyik. Vizitlərin sayı belə xəstələrdə təbii ki, artmalıdır. Həkimə vizitlərin sayı və hamiləlik ürək komandası çalışdığımız mərkəzlərdə yaratmalıyıq, imkan varsa və doğum məsələsi daim kontinuum şəkildə düşünülməlidir. Təşəkkür edirəm diqqətinizə görə, səbrinizə görə. Çox sağ olun. Çox sağ olun Layla doktor. Biz də sizə təşəkkürümüzü bildiririk. Aramızda mənə yaxın olan ginekoloqlardan bir nəfər var. Günel doktor, məni eşidirsiniz? Mikrofonu açın, zəhmət olmasa. Bağlıdır səsiniz. Axşamınız xeyir Natəvan xanım. Eşidirsiniz Axşamınız məni? xeyir doktor. Təşəkkür edirik qoşulduğunuz üçün. Bir qədər də Sağ olun. ginekoloqlar tərəfdən dinləmək istəyirik. Bir hamilə qadına hamiləliyi olub da təzyiqi olan bir
xəstəyə yanaşmağınız necədir? Son məsəl üçün dönəmlərdə mən görürəm ki, ginekoloqlar əksər hallarda təzyiqi olan bir hamilə qadına, yəni metil dopa yazır. Heç bir kardioloq əksər hallarda, yəni kardioloq rəyi almır. Bu belə dəmi olmalıdırmı, yoxsa siz öz praktikanızda necə edirsiniz bunu? Səbəbini Ümumiyyətlə araşdırırsınızmı və s. Aha. Çox sağ olun Natvan xanım, minnətdaram. Bizim stasionara hamilə qadın müraciət edəndə birinci növbədə təzyiqini mütləq ölçürük. İlkin olaraq ilkin gəlişdə təzyiqi ölçülür, qeyd olunur və son dövrlər kardioloji patologiyaların olması nəzərə alınıb, hamilə qadınların rutin olaraq kardioloq konsultasiyasından keçməsi, EKG-si, EPOS-u icra olunması məsləhətdir. Mənim işlədiyim dövlət klinikasında çoxlu sayda preeklamsiyalı xəstələrlə biz kontaktda oluruq və xəstənin anamnezinə ilk növbədə diqqət yetiririk. Əgər xəstənin anamnezində inkişafdan qalmış hamiləlik, ölü döl, preeklamsiya, eklamsiya hadisələri baş veribsə, bu zaman mütləq ilkin olaraq biz 12 həftəsində uterin arteriyaları dəyərləndirməliyik. Uterin arteriyalarda əgər biz noç görürüksə, artıq kiçik dozada kardioaspirin ən azı 75 milliqramdan, təbii ki, burada xəstənin çəkisindən və koaqulogrammasından asılı olaraq aspirinə başlayırıq. Daha sonra şəxsən mən xəstələrimdən bir təzyiqi hər gün gündə 6 saat fasilə ilə gün ərzində 4 dəfə ölçməklərini xahiş edirəm və bunu bir qrafa şəklində yazmaqlarını tələb edirəm. Artıq 20 həftəsindən sonra preeklamsiya baxımından risk qrupuna aid olan xəstələrdə biz artıq təzyiqi görməyə başlayırıq. Təzyiqi gördükdə ilkin olaraq praktikada metil dopa preparatından istifadə edirik. Təbii ki, burada seçim preparatlarımız çox azdır. Maksimal doza 1500-2000 milliqram gün ərzində təyin oluna bilər və 6 saatlıq intervalla təyin olunması məsləhətdir. Metil dopanı biz hamiləlik dövründə və zahlıq dövründə istifadə edə bilirik. Zahlıq dövründə yalnız ölü döllə nəticələnən hamiləlikdə təyin olunması məsləhət görünmür. Çünki ölü döldə zaten prolaktinin yüksək olması və metil dopanın da istifadəsi fonunda prolaktinin artmağına gətirib çıxartacağına görə artıq zahlıq dövründə metil dopanın istifadəsi məsləhət görünmür. İkinci seçim preparatı nifedipindir. Nifedipin istifadəsi çox rast gəlinir. Ağırlaşmalar dölün bətndaxili inkişaf ləngiməsinə səbəb olur. Bu baxımdan nifedipin preparatı o qədər də yəni ideal preparat sayılmır. Üçüncü preparat biz labetalol, peroskain olması məsləhət görürük. Çox effektivdir. Hamilələrdə yəni son həftələrdə ümumiyyətlə istifadə olunması çox məsləhət görülür. Bir də hamilələrin deməli, hamilələrdə adətən, ümumiyyətlə preeklamsiya və risk qrupuna aid olan hamilələrdə biz artıq 28 həftəsindən başlayaraq respirator distres sindromu profilaktikasına başlayırıq və bu xəstələrin uşaqlarında adətən yetişkənlik əlamətləri digər pasientlərin uşaqlarına müqayisədə daha çox rast gəlinir. Yəni, baxmayaraq, bəzən preeklamsiya, eklamsiya baxımından biz xəstənin hamiləliyini tez sonlandırırıq. Amma bu baxımdan, yəni, uşaqların daha tez adaptasiyası müşahidə olunur. Çünki daim təzyiqə məruz qalan anaların uşaqlarında surfaktant sintezinin daha çox surfaktantın sintezi rast gəlinir. Bir də maraqlı bir başıma gələn bir növbədə rastlaşdığım bir hamiləni sizinlə paylaşacağam. Deməli, 11-ci hamiləlik, 5-ci doğuş uşaqlıq üzərində bir çapı. Bu qadının 4 vaginal doğuşu, bir keysəriyyə kəsi ilə nəticələnən doğuş olub. Bu xəstə preeklamsiya ilə stasionara müraciət etmişdi. Təzyiqi qəbul zamanı 160-100 idi. İlkin olaraq dopigid preparatı təyin olundu. Hamilə qadın heç bir qadın məsləhətxanasında heç bir müayinədə olmamış, sosial vəziyyəti çox aşağı olan bir pasientdir. Vital göstəricilərinin yalnız təzyiqin yüksək olması, bir qədər də pulsu 90-92 aşkarladıq və bütün dəyərlərini istədik bu xəstədən və qanın ümumi analizinə trombositin 28 olması, CRP-nin 300, prokalsitanin 10 olmasını aşkarladıq. Xəstə septik vəziyyət edilmişdi. Preeklamsiya yanaşı olaraq sepsis müşahidə olunurdu və kardiomiyopatiya bu xəstədə yanaşı olaraq qarın boşluğunda Morrison cibinə qədər dölyanın mailinin olması 34-35 həftəlik hamiləlik. Bu xəstəyə biz ilkin olaraq trombositi aşağı olduğuna görə təzə dondurulmuş plazma, trombositlər kütlə bədən çəkisinə uyğun olaraq hesablanıb köçürüldü. Daha sonra sepsisin müalicəsində
Septrakson, deməli, merapenem və vankomitin üçlü terapiya başlanıldı. Tədricən ilk 2 gün ərzində dinamikada yaxşılaşma qeyd olunsa da, lakin trombositin sayı normal idi. Arterial təzyiq isə 140-90 civarında idi. Üçüncü sırada dövrün bətndaxili xroniki infaksiyası NST-də aşkarlandı. Bu səbəbdən biz hamiləliyi sonlandırıldıq. Aşağı segmentdə qeysəriyyə kəsiyi və uşaqlığın sıx hemostatik tamponla tamponadası əməliyyatı icra olundu. Yanaşı olaraq sepsisin müalicəsinə davam elədik və preeklamsiyanın müalicəsinə. Xəstə 10-cu sırada bütün göstəriciləri normallaşaraq evə yazıldı və daimi olaraq kardioloqun nəzarətindədir. Çünki bu xəstənin atım fraksiyası 28 aşkarlanmışdır. Çox ciddi risk qrupuna aid olan xəstədir. Hal-hazırda da yaşayır. O əməliyyatdan artıq 2 il keçib. Çox şükür xəstəmiz yaxşıdır. Biz bu xəstələrdə ən çox qorxduğumuz sağlıq dövründə ağciyər ödemidir. Ağciyər ödemi ilk bir həftə ərzində rast gəlinir və bir həftə ərzində bu xəstələrin biz hər gün saturasiyasını gündə ən azı 7-8 dəfə ölçürük. Çünki ani olaraq saturasiyanın düşməsi qeyd olunur. Bir 20 gün öncə həkim yoldaşımın bir xəstəsi var idi. Ölü dölünə müraciət eləmişdi. Preeklamsiyanın ağırlaşması ilə Phelps sindrom. Bu xəstə 4-cü sutkada ağciyər ödemi başladı və ağciyər ödemi müalicəsinə başladıq. 10-cu sutkada stabil vəziyyətdə evə yazdıq. Daha sonra əlavə olaraq biz bu xəstələrin zahlıq dövründə antikoagulyant müalicəsini daha çox Kleksan, kiçik molekulu geparinlər, bir də varfarinlə davam edirik. Bu patologiya bizə çox rast gəlinir. Və dövründə biz AÇF blokatoru, eləcə də AÇF çevirici fermentin blokatorlarını təyin edə bilmədiyimiz halda zahlıq dövründə artıq bu preparatları rahatlıqla istifadə edirik. Hamiləlik dövründə əgər bizim əlimizdə metil dopa, labetalol və nifedipin vardısa, artıq zahlıq dövründə seçim preparatları geniş. Maqnezial terapiyada xüsusi vurğulamaq istəyirəm. Maqnezium çox təəssüflər olsun ki, bəzi ginekoloqlar protokolitik kimi istifadə olunur. Bəziləri hipotenzin. Maqnezium sulfat konkret antikonvulsantdır. Yəni sonuncu bizim Nazirliyin yenilənmiş protokolunda belə qara hərflərlə qeyd olunur. Maqnezium sulfat antikonvulsantdır. Deməli biz maqnezium sulfatı təyin edildiyimiz xəstəyə bir bolus, bir də davam edici doza təyin edirik. Bəzən ginekoloqlar, yəni çox rast gəlirəm, dövlətdə yox, özəl xəstəxanada mən bu problemlə rast gəlirəm. Maqnezium infuziya şəklində xəstəyə təyin edilir. 400-500 milli fizioloji məhlulun içərisində 30-40 milli əlavə edilib, barabanla təyin olmuş, heç arzu olunan bir təyinat deyil. Zaten bu xəstələr ağciyər ödəminə girirlər və bu xəstələrə yüksək doza maye yükləmək heç məsləhət görülmür. Biz dövlət xəstəxanasında illərdir bu praktikanı icra edirik. Çox şükür heç bir ağırlaşma olmur. İlkin olaraq 20-30 dəqiqə ərzində xəstəyə maqnezium sulfat 20 milli ilə təyin olunur. Xəstənin diz refleksinə, daha sonra nitq qabiliyyətinə və ciddi şəkildə və sidik ifrazına ciddi şəkildə nəzarət edirik. Bu yarım saat bitdikdən sonra 100 milli maqnezium sulfat ilkin olaraq 4, bəzən 6, bəzən 8 milli saatla perfuzorla xəstəyə təyin olunur. Yenə də ciddi şəkildə sidik ifrazına, vital göstəricilərə, diz refleksinə nəzarət edirik. Çox şükür bu qayda ilə icra etdiyimiz hətta 200-ün belə deyil, 120-yə biz təzyiqlə bizə müraciət edən xəstələrdə heç bir ağırlaşma olmayıb. İllərdir, yəni 13 ildir mən dövlət xəstəxanasında bu praktikada icra edirəm və bundan öncə də icra edirlər. Heç bir ağırlaşma olmayıb, çox şükür. Və yəni bu maqnezium belə deyək də biz onu antikonvulsant olmasına görə, çünki bu xəstələrdə ən çox beyin ödemi, hipertenziyalı xəstələrdə biz kardioloji baxımdan, yəni ürəyin yüklənməsini görürüksə, digər tərəfdən beyin ödemini, Pürçer retinopatiyasını, göz dibinə qan sızmanı daha çox rast gəlirik. Ona görə də ağciyər ödemi, ən çox qorxduğumuz ağırlaşma ağciyər ödemidir. Bu baxımdan yəni maqnezium bu xəstələrə çox gözəl təsir eləyir. Bu nəzərə almaq lazımdır. Doğum məsələsini, xəstəmiz normal mı doğsun, yoxsa keysəriyyəmi? Xəstənin əgər normal doğuşuna heç bir əks göstəriş yoxsa, xəstə doğa bilər. Hətta bizim praktikamızda olub. Xəstənin bir qolundan maqnezium sulfat dediyim kimi 4, 6 və yaxud da 8 milli saatla gedir və normal doğuşu, yəni biz bu xəstəni daxili müayinə edirik. Su kisəsi bəzən amniyotomiya icra edirik, bəzən su kisəsinin
soyulmasını icra edir və normal doğuşu başladırıq və bu xəstələr adətən digər xəstələrə nisbətən çox fizioloji bir doğuşla nəticələnə bilir. Və bu xəstələr üçün əməliyyat daha risklidir. Əməliyyatın stressi, gərginliyi, təbii ki, spinal anesteziya altında təzyiqin bir qədər düşməsini görəcəyik. Amma bu xəstələrdə nəzərə alsaq ki, əməliyyatın özünün bir stres olması, yara sahəsi, daha sonra əməliyyatdan sonrakı dövrdə ağrıların olması daha çox eklamsiya tutmalarının yaranmasına səbəb olacaq. Amma xəstə fizioloji olaraq doğuşla nəticələnirsə, biz maqnezial terapiyanı rahatlıqla davam edirik. Bəzən ginekoloqlar maqneziumda nədən qorxurlar? Birdən matka boşalar, birdən maqnezium tokolitik eləyər. Yox, belə bir şey yoxdur. Yəni verdiyimiz maqnezium belə deyək də terapevtik dozadır. Biz toksiki dozanı vermirik ki, matkanın boşalmasına rastlaşa və yaxud da əlimizin altında çox şükür olsun təkcə oksitosin yox, salketek preparatı var ki, bunu rahatlıqla istifadə edə bilərik. Metil erqabravin preparatını biz təzyiqli hamilələrə təyin edə bilmirik. Çünki təzyiqin yüksəlməsi müşahidə olunur. Amma rahatlıqla oksitosin, eləcə də salketek preparatını doğrudan sonra qanaxma olarsa istifadə edə bilərik. Bir də təzyiqli olan analarda, yəni təzyiq Allah elə yaradıb ki, yəni bu qadın rahatlıqla normal doğuşla nəticələnsin deyə amniyotomiya icra edəndən sonra, yəni su kisəsini yırtandan sonra rahatlıqla xəstədə təzyiqin 10, 20, bəzən 30, 40 civə sütununda düşməsi müşahidə olunur. Bu özü də yəni bir növ hipotenziv təsir göstərir. Hətta təzyiqli xəstə gələndə birinci amniyotomiya icra edirik ki, xəstəni qoruyaq. Bir də təzyiq bəzən normal ola bilir və ginekoloq aldanır, xüsusilə spinal anesteziyadan sonra artıq zaxalıq dövründən deyir ki, məsələn, təzyiqi 110-70-dir, ehtiyac yoxdur, doktor, maqnezi qoşmayaq. Mən həmişə deyirəm ki, biz maqneziumu təzyiqə görə qoşmuruq, biz onu antikonvulsiyon təsirinə görə. Xəstənin 110-70 ilə belə xəstədə qıcolma rast gəlinə bilər, eklamtik tutma rast gəlinə bilər. Eklamtik tutmalar hamiləlik dövrü ilə zaxalıq dövrünü müqayisədə zaxalıq dövründə 2 dəfə və daha çox rast gəlinir. Çünki zaxalıq dövründə ödemin artması daha çox rast gəlinir. Beyin ödemi artdığına görə bu xəstələr asanlıqla qıcolma tutmaları müşahidə oluna bilər. Uzaqlıq dövründə xüsusilə bu maqnezial terapiyaya ciddi nəzarət eləmək lazımdır. Zaxalıq dövründə hipotensiv preparatlarımız genişdir. Məsələn, hətta kombinə olunmuş preparatlardan belə istifadə eləmək mümkündür. Belə bu qədər. Çox sağ olun doktor, təşəkkür Siz edirik. sağ olun doktor, siz sağ olun. Bəli, doktorun da dediyi kimi süd vermə dönəmində əslində bizim rəhbər tövsiyələrdə yəni metil dopanı ilk doktorun da dediyi kimi ilk 48 saat ərzində dayandırmağı məsləhət görürlər. Postpartum depressiya riskini artırdığına görə, amma digər seçim preparatlarımız çoxdur. AÇF-lər rahatlıqla verə bilərik. Xüsusən də adları çəkilir bizim rəhbər tövsiyələrdə Captopril, Enalapril, Benazeprilin adları çəkilir. Və maraqlı bir şey var. Arebilər olmaz süd vermə dövründə. Arebiləri yəni uyğun deyil istifadəsi. Bir dənə kondensartan istisnadır ki, kondensartanı verə bilərik. Spironlaktonu rahatlıqla verə bilərik. Beta blokatorlardan da zaten əksəriyyəti südə keçir, amma lipofil beta blokatorlar, metoprolol, propranolol, karvedilol bunların adı çəkilir ki, bunları verə bilərik. Belə Doktor, üzr buyurun. bölürəm. Doktor, ginekoloqumuza sualım olacaq. Çox sağ olun, çox gözəl ətraflı çıxış oldu. Xüsusən bu doğuşla bağlı. Xüsusən mesela konsultasiyalara gelirikdə bizdə də ən çox kardioloq gəldi. Hə, tamam, bu xəstə nə olsun, keysəriyyə mi olsun falan. Bizim rəhbər tövsiyədə zaten onu yazır. Mən də başdan dedim ki, vaginal doğuş daha yəni ilkin olaraq istənilən hipertenziya olsun, digər kardiyak patologiyalarda əgər vaginal doğuşu daha tərəfdardılar. Sonradan sizə veya sezaryenə. Mən bunu eşitdim sizdən ki, təcrübəniz daha çoxdur, daha bunları eləyə bilirsiniz vaginal doğuşdan. Çox maraqlı gəldi mənə. Sadəcə maqnez sulfatı, məsələn, belə preeklamsiyalı xəstələrdə neçə sutka belə davam edirsiniz? Məsələn, deyirsiniz ki, doğumundan sonra təzyiqi 110-larda da olsa biz ola verə bilirik. Onu, yəni xəstənin təbii klinikasına əsasən belə başa düşdüm. Amma nə qədər belə müddət varmı? Yəni belə protokollarınızda. Çox sağ olun, doktor. Çox sağ olun doktor, minnətdaram sualınıza görə. Natəvan doktorun əlavəsinə bircə onu qeyd edeyim ki, kandizartan bizim ən sevimli preparatımızdır. Zaxalıq dövründə rahatlıqla istifadə edilir və nəticədə ideal olur. Yəni inadçı təzyiqlərdə ən ideal preparatlardandır. Metil dopan da həqiqətən yəni İşte bu.
Biabırçılıq. Boşu. Tezindən. Qadının Mən bilmirəm axı tez elə də. Dəqiqə buradan elə də. bir oradan da esirimdən geri tez. Tez tez Güzel. yaxşı yerində dəqiqə. Allahım yarabbim gecə